Anamın qoxusu gəldi. Şeiri səsləndirdi şeirin müəllifi, şair publisist Surə Ziyad qızı. Hazırladı İslam Ələşqərli. Günəş şəfəqində süd içir sümbül, qızıl gül eşqini oxuyur bülbül. Ana qucağında körpələri bir gül, burnuma anamın qoxusu gəldi. Dua, namaz, öyüd, qəlb şüşəsidir. Layla anaların ilk bəstəsidir. Cənnətin özüdür, gül töhfəsidir. Burnuma anamın qoxusu gəldi. Bənövşə baharı ətrindən bilir. Bulağın başında yarpızlar gülür. Təndirdə bişən çörəkdən gəlir. Burnuma anamın qoxusu gəldi. Gecə də, gündüz də, hər vaxt narahat. Qocaldı saniyə, dəqiqə, saat. Fətəşdə şirin bal, yığılıb qat-qat. Burnuma anamın qoxusu gəldi. Buludlar ağlayır, dumanda, çəndə. Lalə açar, dağ ətəyi çəməndə. Bir ətir var, reyhan üstə şəbnəmdə. Burnuma anamın qoxusu gəldi. Göylərdən yerlərə nur ələnibdi. Meyvələr budaqda çətirlənibdi. Qovunlar tağında ətirlənibdi. Burnuma anamın qoxusu gəldi. Burnuma anamın